ticarət olunur. Qlobal maliyyə bazarlarında Amerika Birləşmiş Ştatları Federal Ehtiyat Sistemi, Avropa Mərkəzi Bankı, eyni zamanda Asiya ölkələrinin mərkəzi bankları fərqli pul kredit siyasəti kursları ilə çıxış edirlər. Faiz dərəcələri üzrə bu uyğunsuzluq beynəlxalq kapital axınlarının istiqamətini dəyişir, valyuta bazarlarında isə volatilliyi artırır. Monetar siyasətdə yaranan bu parçalanma qlobal maliyyə sabitliyi və inkişaf etməkdə olan ölkələrin valyutalarında hansı riskləri yarada bilir? Sualımızı Murad Cəlalov cavablandıracaq. Murad, mənim hər vaxtınız xeyir olsun. Bu parçalama sizi hara aparıb çıxaracaq? Hal-hazırki dövrdə deməli dünya üzrə iqtisadi baxımdan əsas bölgələr hesab olunan ABŞ, Avropa və Asiya mərkəzi bankları arasındakı siyasi pul siyasətindəki fikir ayrılıqları qlobal maliyyə stresslərinin, risklərinin yaranmasına gətirib çıxarır. Hansı ki, bu dövrdə artıq şirkətlər digər bölgələrdə olan şirkətlərlə deməli əməkdaşlıqlarını həm zəiflədə və yaxud da ki, tamamilə aradan qaldırmaq fikrinə gəlib düşürlər. Çünki yaranan belə bir problemlərdə risk off, risk dodge kimi, yəni riskdən yayınma addımları atılması zərurətinə qalırlar. Amma burada əsas belə bir hadisələr davam edərsə, ən böyük risklər elə currency depreciation və ya currency devaluation kimi riskləri gətirib çıxara bilər. Yəni valyutanın amortizasiyası və ya həmçinin də valyutanın dəyərdən düşməsi kimi bir problemləri gətirib çıxarır. Və ona görə də bunun qarşısını almaqdan ötürü əsasən mənim də gündəlik iş rutinimdə elədiyimiz hedging əməliyyatlardır. Hansı ki, şirkətlər bir-biri ilə beynəlxalq ticarət əməliyyatlarında istər valyutada, istərsə də digər məhsulların alış-satışında avrodan dollara, dollardan yuana keçiddə zamanla bir dəyər itirmə riskindən qarşılaşa bilirlər. Hansı ki, bu dövr daha da aktiv dövr sayılır bu problem üçün. Ona görə də əsasən hal-hazırki dövrdə bugün üçün həyata keçiriləcək ticarət işlərində gələcək üçün hedging əməliyyatları həyata keçirilir. Yəni bugün aldığım valyuta ilə gələcəkdə swap əməliyyatı həyata keçirilərsə, yəni euro dollara çevrilir və gələcəkdə yenidən dollar və euroya çevrilərək geri qaytarırlarsa, bugünkü valyuta nəzərə alınsın, yəni bugünkü valyuta ilə hesablansın. Buna görə də bu hedging əməliyyatları ilə artıq risklərin bir qədər qarşısını ala bilərlər və şirkətlər, xüsusən də bu bölgələr arasında inamsızlıq riski aradan qalxar. Çox sağ olun, minnətdarıq sizə və ekspertimiz də qeyd elədi, bu inamsızlıq digər əmtələrə və eyni zamanda indekslərə də təsir göstərir və qlobal indekslər qarşı dinamik hal-hazırda nümayiş etdirirlər və Birləşmiş Ştatlar bazarlarında S&P 500, eyni zamanda Dow Jones dəyər itirir, Nasdaq isə kiçik artım nümayiş etdirir. İstərdi monitor üzərindən də biz bu qrafikə diqqət yetirəcəyik və göründüyü kimi əsasən Birləşmiş Ştatların əsas indeksləri dediyimiz kimi S&P 500, Dow Jones qırmızı zonada qərarlaşıb. Maraqlıdır ki, Nasdaqda artım var. Avropa birjaları isə əsas